Hər vaxtınız xeyir olsun mənim əziz izləyicilərim. Xoş gördük yeni vlogda. Mən vloglar çəkmişəm, editləyib bir paylaşıram, amma o vloglarla bu vlog arasında bir 5-6 gün, bəlkə də bir həftə var ki, mən vlog paylaşmıram. İstədim yeni vloga başlayım çəkməyə ki, həyatımızda olan yeni rutinlərdən, yeniliklərdən xəbərdar olasınız. Artıq yəni məni daim izləyən xanımlar bilir ki, bir rutinim var, bir həyat tərzim var və mən də bununla bağlı paylaşım elədiyim üçün izləyicilərimə hansısa bir məlumatları vermək vacibiyyəti hiss edirəm özümdə, belə deyim. Nəysə, başladıq yeni günə. Başlamışıq gün ortada, birazdan uşaqları bağçaya, məktəbə aparacam. Həyatımda bir çox dəyişikliklər var, bəzi şeylər rayına oturub. İstəyirəm bununla bağlı vlogun gedişatında sizə qısa məlumatlar vereyim. Çünki paylaşmıram. Dediyim kimi rutinimi paylaşıram deyənə istəyirəm bunları da sizlərlə bölüşüm. Nəysə, səhər duran kimi yoldaşım akademiyaya artıq gedir. Qızlar onu duran kimi saat 6-da dururam hər gün. Duran kimi pastelləri Domestos'da da islatmışdım. Domestos'u qızlar vannada su doldurursunuz. Domestos'u əlavə edirsiniz. Əlinizlə və yaxud nə ilə istəyirsiniz də qarışdırırsınız. Suya yaxşı Domestos həll olur. Olandan sonra qara rəngi çıxmaq şərti ilə, qara rəngə cavabdeh deyiləm. Rəngli paltarı basırsınız, ləkəsi varsa əgər içinə. Qalır bir 1 saat, 2 saat. Mən 6-da eləmişdim, indi yumuşam. Qalır gül kimi. Uşaqlar, əlavə qida yeyən uşaqlar, məktəbdən, bağçadan gələn sarı köklü ləkələri bilirsiniz necə təmizləyir. Boş nə qədər paltarım mən vermişəm uşaqların. Olub ki, görmüşəm ləkəsi getmir, vermişəm ya atmışam. Yəni beləsinə də atmışam qızlar. Vermişəm, düzgün demədim biraz. Atmışam. Mən ümumiyyətlə özümə, uşaqlarıma rəva bilmədiyim hansısa paltarı heç vaxt heç kəsə vermirəm. Paltar verdiyim tanışlarım var, amma yəni dediyim kimi özümə və uşaqlarıma rəva bilmədiyim heç nəyi, özümə rəva bilmədiyim hədiyyəni heç kəsə almaram. Özüm ala bilmədim. Yəni özüm necə kiməsə də elə. Yəni xarakterimi bilir hamı. Nəysə belə. Rasim qızlar. Məktəbə aparıram. Qonşunun oğlu da bizdən idi, o da gedir. Onlara aparıram. Nə demək istəyirəm? Baxıram ki, qızlar, təhsil məktəblə alınmırdı Rasimin. 3 gündür məktəbə hazırlıq qrupuna gedir. Müəllim hazırlayır evdə. İnanırsınız, elə gözəl qızlar geri dönüşlər var ki, o qədər sevinir uşaq. Yəni mən özüm də çox sevinirəm. Yazır, eləyir, super də, yəni şükür Allaha. Belə həqiqətən müəllim dəstəyi baxıram ki, lazımdır. Və müəllim dəstəyi ilə artıq neçə günə yazdıra bilmədiyim düzəməli A-ları elə gözəl yazır ki, elə səliqəli xətti var özdə. Sevinirəm. Öz-özümə deyirdim, düz deyib, vaxt gələcək hamı yazır, oxuyur, hamımız. Amma belə tezliklə gözləmirdim. Şükür Allaha, Allah bütün balaları qoysun. Gedək. Gedirəm Asigilə. Uşaqları qoydum bağçaya. Məktəbə. Burada da belə minik bir hədiyyə almışam Asiyə. Xoş gələcək inşallah. Gedək evə. Gedim görüm bu qız mənə pişirib. Adlikdən görəsən. Arxası salardım, yoxsa həsdə var. Qızlar, bu arada dişə gedib gəlirəm hələdən. Dişlər sökülüb, alt, üst. Biri də çəkilib, ağrısından ölürəm. Canınızdan uzaq 3 gündür. Ənkli şidir, elə ağrıyır. Belə. Gəldik, çatdıq. Bəh qızlar, hazırlayıb mənim üçün qəşəng yemaqlar. Yemək həsi. Yəni bir fincan sevərin hədiyyəsi nə ola bilər? Fincan. Beğendin ya, sevindim. Bax qızlar, Pepko'dan bu fincanı görəndə sevmişdiniz. Dekalifi, mən də Pepko dirəşmişəm ora. Şeydir, əsib gil alıp da onun bilinmeden belə pis çıxmasın. Bunu mən ona almışam, onu mən alıb alıp deyib bir-birinə. Bir-birimizə fincan oynayırıq da. Yaxşı, yığışdıraq, hərə özünə çaşka alsın. Sonra da bizlərə zət çəkirək. Bir çaşkası var bu qızın. Orada da o çaşka. Yadıma düşdü yerə. O çaşka hesabı deyirlər. O bizlərə zət çəkmişim. Səni yanmamışım. Yox, məndə bir xasiyyət var da. Kimsə elə bir şey olmur. Onu deyirəm, hə, yazıq o qədər bir şey olur. Xoşuma gəlir ama deyirdi.
Hamı bir dənə elə kursok keçirdi, mən kursokuma. Yeni gündən hər kəsi salamlayıram qızlar. Səhər oyanan kimi ayaq altları atdım ki, hava yaxşıdır, qurusun, yudum, qurdum dedim. Həm hamamın qabağı, həm girişin falan hamısını ayaq alsın. Bunları bu arada Trendyoldan almışam. Qızlar, dünən Əsmərgildən sonra bloqun davamını gətirə bilmədim. Çünki gəldim uşaqları bağçadan götürməyə, Abbası. Bağçada texniçka dedi ki, bəs Abbasın qulağı iltihab eləyib. Abbas keçən il qızlar qulağı elə iltihab eləmişdi. Axmışdı qulağından çirk. Qulağın pərdəsi cırılmışdı deyənə. İnanın dünəndən o qədər həyəcan keçirmişəm. Yoldaşım da danlayır, hamı məni danlayır ki, çox həyəcanlanma da. Yəni müalicəsi olan bir şeydir, amma mən yenə də nə bilim, qulaqdır, belə şeylər zarafat deyil də. İndi bu gün ona görə bağçadan saxlamışam. Rasimi də məktəbə aparmayacağam. Kursuna aparım, gətirim Rasimi. Sonra götürüb aparacağım. Sumqayıtda Real var. Orada Lor həkim var, Sevda həkim. Orada elə bir Abbası kisəni müalicə eləmişdik biz. Sadəcə bir şey təəccüblənirəm ki, bu dəfə nə qrip deyil, nə bir şey, hər şey qaydasında. Papaqların da vloqlardan yəqin görürsüz də elə papaqlardır ki, həm boyun, həm qulaq tutur. Yəni bu uşağın qulağı niyə iltihab eləyib, çaşbaş qalmışam, inanın. Ki, yəni əyni həmişə qalın olur filan, belə papağı yaxşı tutur da qulağın filan. Yəni onunla bağlı həm yəni vurur qulağına. Burnunda əti var deyənəm. Yaşı da azdır, kəsilməyə məsləhət görmürlər. Ona görə vurur qulaqlarına biraz soyuq dəyməsi falan olan kimi. Nə bilim, inşallah yaxşı olar. Allah bütün balaları qorusun. Bugün Oşun Sumqayıta gedəcəyik. Rasimin qarşısına hazırladım ki, Rasimi gedizdirim, aparım kursuna qoyum. Gəlim Abbası hazırlayım. Sonra çıxaq gedək Sumqayıta. Bir həkim müayinəsindən keçirdim. Görək Abbasın vəziyyəti necədir. Bu arada müəlliməmiz qızlar Biləcərdədir və həqiqətən bugün 4-cü dərsimizdir və Rasim bu 3 dərsə o qədər gözəl performans göstərib, yəni çox qəşəngdir. Həqiqətən anladım ki, mənim yəni öyrətməyimlə müəllimənin məşğul olmağı arasında çox böyük fərq var. Yəni çox qəşəng. Burada belə bir yer var. Müəllimə buradadır. Gətirdim mən də Günay müəllimə. Instagramdan paylaşmışam. Bir çox valideynlər geri dönüş ediblər ki, həqiqətən qəşəng müəllimədir. Həqiqətən sevgi doludur deyə müəllimə. O qədər Rasim də biraz balıq vücudda, romantik uşaq. O qədər şey deyir, müəllimi ilə yaxşı yola gedir. Şükür Allah, dərslərini də yaxşı edir, ağıllıdır Rasim. Hə, Rasim? Dərsləri yazır, hərfləri yazır. Ama ağını yapabildi mi? Hə, gördüm necə. Ay Allah, o A üçün, hə. Yaza bilmirdi ki qızlar, yaxşı yaza bilmir. İndi bir dərsə necə yaza bilir, çox möcüzədir Allaha. Ana belə Demə mən onu normala. deyirəm belə. Aferin sənə. Nə xətt belə? Qoydum belə. Belə. Deyirəm ki, üçümüzün təməli yaxşı olsun. Yazmağı, üzdən oxumağı, hesablamağı. Bu üç şey olanda məncə uşağın qavraması çox rahat olur da. Görək nə edirik. Yaxşı olar inşallah. Demək qızlar, Əcəmidə bir dənə mağaza açılıb. Ləziz çərəz, bilirsiniz hansı tərəfdədir? Bu Əcəmidə romantik nə idi? Aliviyadır, Rosmandır, yan-yana var ha. O hissədə bir dənə də şey açılıb. Adı nədir? Çərəz yeri açılıb. Həm qızlar, inanın fındıq halvası, nuqaları falan o qədər ləzzətlidir də. O dəfə biz gedəndə Əsmər oradan aldı çərəz. Ümumiyyətlə qozun, fındığın qiyməti çox yaxşı və ən əsası keyfiyyətlidir. Oradan badyan almışam mən də. Bax atmışam burada indi. Badyan bilməyənlər üçün deyil. Bax belə ulduzlu qızlar. Mixayin böyük variantdır, belə qəşəng. Amma bunun dadını daha çox bəyənirəm. Ümumiyyətlə mən aromalı çayları sevirəm. Meyvəli yox da, belə yəni qoxulu, darçın yox. Bir də bilirsiniz nə almaq istəyirəm? Hil. Hə, bir də hil istəyirəm qızlar, alım. Burada bu çaynikin üstünə nəsə ləkə düşüb, istidir deyəni indi hələ əl dəymirəm. Buna baxın, nəsə düşüb, bilməm, nəsə axıb burada. Yəqin. Neysə, hil almaq istəyirəm, hil atmaq istəyirəm çaya. Belə istifadə edənlərimiz olur hillə. Görək necə dadır. Bir də, inanın qızlar, dişimi çəkdirənlər, canımızdan uzaqday, mən yoruldum da bu diş söhbətindən. Dişimi çəkdirdim, kistəsi vardı dibində də. Çəkdirdik nəsə, inanın ağrısından ölürəm də, dəhşət. Neçə gündür mən diş ağrısından bitər olmuşam, çəkdirəndən. Bu boyda diş müalicə elətdirdim. Yolun oldu dişlər, nə.
heç bir mənə ağrıtmadı da, yəni 1 qram da olsun ağrı bilmədim. Amma bu tiş çəkdirəndən mən gülümsəyəndə qızlar. Elə ağrı palat qabığıdır. Bunu qoyun balkona tez soysun. Mən dəmlənsin, tez soysun. Dişimi qarqara eləyib də yoruldum. Yollandıq qızlar, gəldik daha doğrusu Sumqayıta. 14 mərtəbənin yanındadır Real. Mən realda qızlar, ümumiyyətlə Sumqayıtda yaşayanlar üçün deyirəm. Allah heç kəsə nəsib eləməsin, düzdür. Amma ən yaxşı uzi realda səhv eləmirəmsə adı Vüsal idi. Səhv eləmirəmsə də, yəni kişidir, çox yaxşı. Təsəvvür edin, mən MRT demişdilər də öddaşlarımı görmək üçün. Çox nadir hallarda kimsə öddaşın kanala düşüb düşmədiyin görə bilir də. Yəni məndə birisi öd axarına düşmüşdü daş. Bu həkim mənim öz həkimim, cərrahım. Göndərdi. Emin idi yoxsa Elman idi. Nəsə bir adı var. Dəqiq yadıma gətirə bilmirəm. Uzin. Orada, burada axır realda olur da. O baxan kimi dedi ki, düşüb, yəni təsəvvür edin, MRT demişlər mənə. Mən gördüm nə qədər irəli düşdüm də. Yəni o gördü o dəqiqə. Dedim qoy sizə bunu da deyim. Allah nəsib eləməsin heç kəsə, amma yəni şər deməsən də xeyir gəlmir də. Gəlin. İndi də burada lor həkimi də çox yaxşıdır. Düzdür, mənə Instagramdan bir çox həkim məsləhət görüblər, amma mən buradakı lor həkimini çox bəyənirəm. İnşallah Allah nəsib eləsin, salamatçılıq olsun. Boğaz ətlərini də yəqin ki burada kəsdirəcəm. Yo, mən tez çöpdən eləmirəm. Pediatr da deyib olmaz. Getdi, 10 qatar getdi. Kimdən bunu da baxım rəsmi. Başımı qoyar axıya. Yox, tutuşdan xeyir bunu tutuşdan. Bunu belə dur. Yox, mənə də. Burnuna baxıram. Adam burnuna. Bir şey qalır. Burnuna var açsın. Rəsimi burnu. Elm mən, baxmaq istəyirsən. Bu şəkini çəkin baxarsın. Bax, gözümü şəkini çəkin. Gözü çön mənə tərəf, bu bir burnunu da şəkini çəkin. Bax, belə başımı qoyar axıya. Qoy, açsın. Deyirəm tərpənmək olur, belə izləyir. Sakit duraq. Bunlara baxın, qovuşdular. Demək qızlar, adı nədir? Rasimə dedi ki, Abbasa dedi ki, həkim soyuq dəyməsi var, ona görə qulaq elədi. Buna bax, bu arxadan gələnə bax hələ. Arkada geliyor bak. Behimleri be. Mama da onu gözləyir. Burada göz kapatıyordum. Oy verənə qurban. Gəlmişik qızlar Papa Johnsa. Oca yedik, o hissələr çəkə bilmədim. Telefonun zaryatkası yox idi. Dağıdırlar ha. Yeni gündən hər kəsi salamlayıram. Axşam qızlar yenə diş ağrısı üst-üzə salıb, canınızdan uzaq məndən əl çəkmədiyi üçün heç aktiv ola bilmədim. Bir-iki iş görsəm belə çəkib sizlə bölüşə bilmədim. Demək, bugün ayın fevralın 13-üdür. Allah bütün ölənlərimizə rəhmət eləsin. Mənim atamın rəhmətə getdiyi gündür. Artıq onun rəhmətə getdiyi gündən artıq 13 il keçir. Deməli, 14-cü ilə keçir ki, rəhmətə gedib. Çoxa soruşurlar ki, sınaqdağız yoxdur falan yazırlar. Bəli, atam rəhmətə gedib qızlar, artıq görün neçə il keçib. Xəstə pnevmoniya, üstəgəl seroz oldu. Allah bütün ölənlərə rəhmət eləsin, qalan valideynlərə can sağlığı versin. Bu il Instagramda gedəndə təsadüfən qabağıma çıxdı ki, adı nədir? Ehsanla bağlı bir xanım ehsan eləmişdi atasının ad gününə. Düşündüm, nə gözəl təşəbbüsdür. Mən həmişə deyirəm də, sosial medianın o qədər yaxşı yönləri var. Mən həmişə yaxşı şeyləri qavramağı, mənimsəməyi daha üstün bilirəm. Və düşündüm, nə gözəl. Mən bir övlad olaraq heç vaxt ağlıma elə bir şey eləmək gəlməyib. Bəzi şeyləri bilmirəm, qayda qanunları dediyim kimi. Yas elə bir şeydir, ölüm elə bir şeydir ki, mən bunları bilmirəm də, nə eləmək lazımdır. Və nə gözəl ki, belə bir şey bildim, örnek oldu.
Qablarımı almışam, 20 nəfərlik qab almışam. Gəldim, ətimi də aldım. İndi səhər-səhər abası qoyandan sonra baxçıya. Heç nə qızlar. Bugün axşamdan ətini bişirəcəm. Atam 13-ü rəhmətə gedib, 14-ü dəfn olunub. 13-ü axşam rəhmətə gedib çünki. 14-ü də dəfn olunub. Hə, ona görə neyinir? Elə mən də eləyəcəm. Bugündən axşamdan aş qarasını bişirəcəm. Sabah Allahın izni ilə gəlib aşımı dəmləyəcəm. Sabah dişə də getməliyəm. Aşımı dəmləyəcəm Allahın izni ilə. Sabah paylayacağım inşallah. Bugün indi dişə yenə gedəcəm. Qaydanda çərəz şeylərində alaram. Nə ehtiyaclısa. Yəni bu turşusu, şimşi filan. Onları da alaram. Belə işlərimizi gedək həll edək. Gəldim qızlar, dişə gəlmişdim, dişdən çıxdım. Dişin dibini rentgen elətdirdim. Heç nə yoxdur, şükür Allah'a. Əsmərlə işimiz var, elə əlcəmiyə gələcək. Gəlib burada gözləyirəm, onun gəlməyin. Gəlsin. Bir-iki şey var, ehsan üçün onları buradan çərəzlikdən alacağım, təzədir deyənəm. Cappuccino aldım. Gətirsinlər. Əsməri gözləyirəm, Əsmərə də almışam. Avtobusdadır. O gəlsin, bir stəkan içək. Sonra duraq işlərimizi həll eləyək. Belə görək neyinirik. Hava qəşəngdir bugün. Bugün mənim atamın ilidir də, dedim sizə. Yəni bugün axşam rəhmətə gedib də, sabah dəfn olunub. Ona görə bir ağır bir ruh var. Bir də bilirsiniz nə danışacağım sizə indi. Gözləyin danışım. Bir də maska ilə danışdım qızlar. Dişlərim pisdir deyənə. İstəməm elə danışım. Bir də keçən il bu günləri demək ki, Əsmərin qızı buz paten var, sürüşmək üçün arena var. Ora getmək istedi rəfiqəsi ilə. Bugün onun rəfiqəsinin ad günüdür. Mən qeyb uşaqları qoymuşdum. Hətta vlog paylaşmışdım bununla bağlı. Sonra vlog yaxşı düşməmişdi, eləməmişdi, silmişdim. Çox peşmanam sildiyimə görə. Aşırı peşmanam. Taş silməzdim. Çünki Zəhranın orada çox görüntüləri var. Mənim Zəhra ilə keçirdiyim vaxtların görüntüsü var. Yəni əslində məyus olmayan bir yana deyirəm ki, Allah bəlkə də belə düzgün buyurub, nə bilim, sildim mən onu, qalmadı. Çünki bugün storylərə baxıram, Instagramda arxiv storylərə o saatdan bağlı. O qədər mənim üçün çətindir qızlar, yəni həqiqətən o hərdən o qədər darıxıram onun üçün, mən də, anası da bugün o qədər pis olub, telefonla danışmışıq. Yəni xatirələr canlanır da sanki insanın ürəyində, qəlbində. Bugün biraz da ona baxmışam, böyle hüzünlü kimiyəm. Allah bütün ölənlərə rəhmət eləsin qızlar, qalanlara can sağlığı versin. Allah bağlarımızı qorusun, Fatihi də qorusun, Zəhranın qardaşı. Mən belə biraz ona görə belə qəribə oldum. Nə bilim, bu vlog biraz hüzünlü olacaq. İstəmərəm, istəyirəm sizlərə motivasiya həmişə yüklüyüm. Sizə sağlıq, amma bugün biraz belədir. Neyniyə, yaxşı günləri paylaşdığımız qədər bəzən belə günlərdə olur, yaşayırıq, insanlıq halıdır. Allah qəlblərimizi, necə deyim, sevindirsin, qəlblərimizə səbir versin, ürəyimizə səbir versin. Belə, yaxşı olar inşallah. Oturub indi gözləyirəm, kofemiz gəlsin, cappuccino demişəm. Biraz da xanımlar keyfləri olmayanda özün şirini istəyirlər axı. Dedim qızlar deyir ki, Mehbab xanım deyəsən diyata gedib. Hə qızlar, diyatan başlatmışam yenə. Belə. Gözləyək, gəlsin Əsmər. Oturaq bir cappuccino içək. O gələnə kimi inşallah cappuccino soymaz. Hələ gətirməyiblər. Gətirəndə inşallah soymaz. Belə, hava gözəldir. Bir də təsadüfdən nəyə deyim sizə qızlarım? Təsadüfdən geçen il bugünü giyindiyim köynəyi giymişəm. O qədər belə şoka düşdüm. Yəni belə düşürdü. Hava baxdım isti kimidir. Mən də çox tərləyirəm. Dedim qoy bunu giyinim də. Belə indi girmişəm avtobusda, giyinmişəm, çıxmışam da. Gəlib avtobusda əyləşmişəm qızlar. Oturmuşam, baxıram, arxivə baxıram da. Özümü ortada görəndə çox təəccübləndim də. Belə ki, yəni necə ola bilər də mən yani onu keçən il bugün də giyinmişəm. Hər gün giyindiyim bir şey deyil bu arada. Trend yoldan almışdım, üçlü şəkildə. Bunu yoldaşıma almışdım, bir dərsin içindən götürmüşəm. Elə təəccübləndim, inanırsınız. Əlimi vurdum ekrana ki, heç kəs düşməsin. Ekranı kirlətdim. Belə yaxşı olar inşallah deyə yaxşı olsun. Burada Əcəmidə Ega var, oradayıq. Burada qəşəng çoxlu şalvarlar var. Şalvar seçimi qiymətlər görünüsə də başlayır. 29.
Otul falan. Qəşəngdir. Böyükdür yer. Cins şalvar çox sevirəm. Dostum, mən aşırı kilolu göstərir deyənə qızlar geyinə bilmirəm. Düzdür, bir də görəm xanımlar geyinir. Yəni belə həsəd aparam da, nə yaxşı geyinə bilirlər. Məsələn, kilolu olsalar belə, mən biraz kompleksliyəm. O sarıdan geyinsəm də tünd rənglərdə geyinirəm ya da üstünə daha göstərim sizə. Deyə belə kurtka düşür belə üstünə, belənçinə. Lap belə gödək geyinə bilmirəm. Gönül istərdi ki, biraz incə olum, amma belə görünürəm. Ətəmidə buta çərəz var. O qədər gözəl burada məhsullar var ki də, çərəzlər, qiymətləri çox münasib, təzə. Burada bir halva var, fındıq halvası. İndi onu sizə çəkəcəm. Dadı o qədər gözəldir. Yəni elə köhnə halvaların dadını verir də bir növ. Çox qəşəng. Banan qurusundan belə var. Meyvə quruları istədiyiniz axtardığınız bütün meyvə qurularını buradan tapa bilərsiniz. Buta çərəz, baxın bu halvaları deyirəm. Bax bu fındıq halvaları var ha. Bax bu o qədər ləzzətlidir də. Çox dadlı. Yəni elə bil ki, o vaxtın halvalarını yeyirsiniz də. Sucuklar falan da var burada. İstəyirəm belə göstərim sizə. Yəni hər bir şey, çaylar, bitkilər falan, özü xurma da var. Baxın, nə qəşəng qiymətləri. Düz öz aldığım xurmadan tapmadım burada. Deyirsən qiyməti dəyişib. Badiyanı sonra buradan almışdım. Azlıq otu, bütün otlar. Bax biberiyə, o maska çəkmişdim ha. Biberiyə bu qurusun buradan ala bilərsiniz. Sonra açıq belə kofelər var. Yəni sırf çərəz mağazasıdır. Qapalı, təmizliyə də riayət olunur deyənə. Dedim qoy sizin üçün çəkim. Burada cürbəcür çaylar var, bitkilər var axtardığınız. Demək qızlar, gəldim evə. Baxın, belə qabları qabaqçadan almışdım, göstərmişdim sizə də vlogda. Turşu, qaysı, kişmiş, şabalı, düyümü sərsər aldım. Belə qoz almışam. Bundan ləvəngi hazırlayıb buzluğa atacağam. Belə almışam. Qızlar, gələn kimi tez bazar tez su qoydum. Filə qoymuşam, qaynasın, doğrayıb ondan yeməyə bişirəcəm, axşam yeməyə. Əti belə gün ortadan səhər-səhərdən biraz qaynatmışdım. İndi yenə qaynadacağam. Aşqaranı axşamdan hazır qoyacağam. Çünki səhər-səhər tezdən mən diş həkimine çağırıb həkim. Ora getməliyəm. Amma belə qaça-qaçlı bir gündəyəm də, nəsə. Pastelləri qızlar bayaq qaça-qaç, həm də dişim çox ağrıyırdı, canınızdan uzaq. Ona görə şey eləyə bilmədim. Adı nədir? Sərə bilməmişdim. Gələn kimi yumşaldıcı əlavə elədim. Pastellər yuldu. İndi çıxardıb asacağam. Demək, yoldaşıma bilirsiniz, işə yemək qoyuram. Dedim, demədim, bilmirəm. Sizlə Instagram izləyicilərimlə artıq YouTube izləyicilərimi qarışdıram. Belə üçlü bir qazan aldım. Üçlü belə yemək qabı almışam ki, yemək qoyum. Yəni belə elə şeylər bişirim ki, çalışım. Həm dürməyi hazırlayıram, çox vaxt qoyuram, amma belə də hər ehtimala aldım. Belə, yəni bugün belə bol-bol vlogda belə rəngarəng olacaq. Mənim bir izləyicim var, deyir Mehriban xanım, keyfiniz yaxşıdır, yəni axır vaxtlar sizin deyir vloglarınız daha maraqlı olub. Nə xoş mənə ki, elə düşünür. Çox sevindim ki, belə düşünür. Hə, belə heç nə, başlayım qızlar, işlərimi görüm tez-tez. Bunlar birinci sərim kölə. Elə bugün isti var idi, hava el isti idi. Əsl elə bir yaz havası idi da, belə. Neçə yerdə bunu axtarmışam, təsəvvür edin, ədəmidən, mümkün qayıqda. Gəlib harada tapsam yaxşıdır. Elə Biləcəndə Kəbirə xalanın mağazasında. Kəbirə xalanın mağazasını soruşanlar üçün deyirəm. Kəbirə xalanın mağazası Biləcəli meydanın tərəfdə, yəni Floşat deyilən yer tərəfdədir. Orada marketin yanındadır. Orada var. Demək, ikili şəkildə 10 manat idi. Üçlü şəkildə 12 manat idi qızlar saxlama qabı. Yoxsa bu hissəsi silikondur deyənə, əyri də qalsa yemək axmır. Bizdə əsi deyir, onun yoldaşında da bundandır. Deyir, axmır. Ona görə elə bundan axtarırdım, axırı tapdım. Elə üçlü aldım ki, mən daha yemək qoymağa. Daha qablarını yedim, bu arada göstərdim. Axşam yeməyindən sonra. Bunlar da yeni göstərdim. Başlayacağım aşqaranın arasını yeməyə yavaş-yavaş. Hardayam, Əhməddə. Dişdən çıxmışam. Bu arada üst dişlərim artıq hazırdır. Alt dişlərim qalıb. Bu arada ancaq qəşəng qalıb. Böyle göstərmişəm. Xoşlanım biraz.
Əhmədidə qızlar, Əhmədlərin düz Yapı Kredinin yanında Premium L deyə mağaza var. Mən çoxdandır bu mağazaya gəlmək istedim. Bu stəkanın şirinliyinə baxın. Çalışacağım sizin üçün buradakı şeylərdən biraz çəkim. İnanın o boyda yolu dişdən çıxıb bura gəlmişəm. Ümumi bunları çəkmək üçün, həm də almaq üçün. Bu fincan mənim Pinterestdə görüb ən çox bəyəndiyim fincanlardan biri idi. Dedim vaxt varkən, nə qədər ki vaxtım var, həm sizin üçün buranı çəkim, həm də fincan alım. Əslində burada çox qəşəng fincanlar var. Baxın, bilirəm ki ürəyiniz gedəcək. Bunların hər rəngi var, amma mən sırf bundan istirdim və sırf bundan da cəmi bir ədəd qalıb. Təsəvvür edirsiniz? Belə ürəklisi falan da var belə. Mən nəsə bunu imanla görmüşdüm də Pinterestdə və bunu da bəyəndim. Bu arada fincanlara baxın, yəni tam bir fincan, necə deyim, diyarı deyərdim də. Qəşəng fincanlar var. Amma mən nəsə hamısının içindən bir dənə bunu bəyəndim. Belə istəyirəm sizə biraz modellərdən göstərim. Baxın. Nə qəşəngdir, buna baxın. 8 manat 50 qəpik. Mənim buna oxşar fincanım var deyənə buna baxmıram. Bunlar da sırf Pinterest modellərdir. Baxın. Çox qəşəngdir də. 8.50. Burada baxın, çoxdur fincan. Hansını çəkəcəyimi bilmirəm. Mən belə baxın bunlara. Çox qəşəng. Baxın. Neçə vaxtı baxıram da, təsəvvür edin. Oy, bunlar da qəşəngdir, şirindir. Daha da baxın. Hələ bu hissəyə baxın qızlar. Burada baxın, belə çərçivələr var uşaq otaqları üçün. 6 manata. Oyuncaqlar da çox qəşəngdir. Qəşəng oyuncaqlar da var. Dedim bu sizə göstəreyim. Yumuşaq oyuncaqlar. Ay Allah. Qəşəngdir. Safetlərə baxın hələ. Nə qədər safetkalar var. Baxın qızlar, burada termoslar filandır. Çox qəşəngdir. Hamısı çox bəyəndim. Yemək qabları, termoslar, su qabları. Burada da aksesuarlar filan, çox şeylər var. Çantalar var. Sonra qəşəng Çin çantaları. Əla deyim. Belə böyük yer olduğunu təsəvvür eləmirdim. Mən bildim balaca bir mağazadır. Sənnimə böyük bir yer imiş. Qələmliklər filan. Hədiyyə qutuları. Əla. Paketlər. Lentalar. Hər cür burada lentalar var, paketlər var.